Salam dostlar, derslerimiz devam edir. Keçən dərsimizdə biz text field haqqında məlumatlar verdik və iş prinsipini öyrəndik. Əsas məsələ odur ki, text field bizdə burada necə işləyir və hansı qaydalardan biz istifadə edirik. Text fielddən istifadə edən zaman əsas iş prinsipi state'lər üzərində olur. Yəni state burada nədir? State sözün mənası ondan ibarətdir ki, hal-hazırdakı vəziyyəti, durumu, halını nəzərdə tutur. Yəni Jetpack Compose'un belə deyək ki, URI komponentini hansı vəziyyətdə olduğunu təsvir edir. Sadə dildə desək, URI-də hansı bir dəyişiklik baş verərsə, məsələn biz burada ekranda biz text field içərisində hər hansı bir yazılar yazırdıq və həmin ekranımızda bu yazılar görsənirdi. Bu ekranların, yazıların görsənməsinin əsas səbəbi odur ki, yəni state'lərdən biz burada istifadə edirik. Başqa dildə bir misal çəkək ki, məsələn biz burada əlavə bir buton da yarada bilərik və buton içərisində biz məsələn butonu tıklayanda onun rəngi də dəyişə bilər və yaxud da ki tekst bir yarada bilərik, tekstin içərisindəki say da arta bilər. Yəni bunların hamısının əsas iş prinsipi ondan ibarət ki, state'lər vasitəsilə olur. State'lər özü də state managementdən belə deyək ki, əsas dayağı state managementdən alır. State management iş prinsipi ondan ibarətdir ki, URI-in vəziyyətini təhlükəsiz və doğru şəkildə saxlamaq və dəyişmək üçün istifadə olunan bir texnikadır. Biz state management'i əsasən Jetpack Compose'un hər bir komponentini, yəni URI-in öz state'ini əsas tutaraq qururuq. Belə deyək ki, bizim əsas lazım olan, əgər state'də nəsə dəyişirsə, həmin komponent avtomatik olaraq yenidən çəkilir. Yəni state'in vasitəsilə artıq burada məsələn biz hər hansı bir yazı nəsə yazırıqsa, bu state'in vasitəsilə ani anda dəyişikliklər olur. Ne üçün bizə bu vacibdir? URI-in əsas reaktiv işlənməsi üçün, dəyişikliklərə ani bir anda cavab vermək üçün və yaxud da ki, istifadəçi təcrübəsini artırmaq üçün istifadə olunur. Biz state'dən istifadə edən zaman Remember'dən və Mutable State Of'dan istifadə elədik. Burada əsas iş prinsipi ondan ibarətdir ki, Remember burada dostlar, belə deyək ki, Compose'un funksiyasını yenidən çəkildiyi zaman, yəni əvvəlki dəyəri yadda saxlamaq üçün nəzərdə tutulur. Yəni burada məsələn biz içərisində hər hansı bir dəyər yazırıqsa, burada hər hansı bir dəyər qeyd ediriksə, bu Remember vasitəsilə yadda saxlanılır. Remember'in burada qeyd edir ki, yəni sizin start verəcəyiniz yer bax bu hissədədir. Artıq biz Mutable State Office buradakı obyektin, hər hansı bir dəyərin istifadə edən avtomatik olaraq yenidən çəkilməsi üçün nəzərdə tutulmuş bir prinsipdir. Yəni biz buradakı dəyəri Mutable State of obyektin içərisində saxlayırıq. Və buradakı iş prinsiplərimiz də gördüyünüz kimi çox sadə idi ki, biz text fieldlər yaratdıq və text field içərisində ilk olaraq boş bir dəyər veririk. Çünki buradakı dəyər boşdur və içərisində onValue change etdiyimiz zaman bir şərt yazdıq ki, bizim verdiyimiz yeni dəyər, yəni yazdığımız yeni dəyərlər ondan artıq olmasın. Yəni içərisindəki simvol sayı, yəni o həmin mətnin uzunluğu ondan 10 dənə belə deyək ki, hərfdən ibarət olsun, yəni rəqəmdən ibarət olsun. İkinci olaraq burada qeyd etdik ki, bizim yaşın içərisində bildiyiniz kimi yaşı biz hərflə verə bilmərik. Yaşda yalnız belə rəqəmlərdən istifadə edirik və buna görə də biz burada char'dan və isDigit'dan istifadə elədik. Üçüncü olaraq da burada text field içərisində biz parolların görsənməz olması üçün Visual Transformation'dan istifadə elədik. Yəni buradakı rəqəmlər görsənməsin və yaxud da ki, əlavə olaraq da bir dənə ikon yaratdıq ki, ikonun içərisində biz artıq tıklayanda buradakı parolları görürük və yaxud da ki, ikonu üzərinə tıklayanda bu parollar görsənməz olur. Əlavə olaraq dostlar, belə bir prinsipdə sizə başa salım ki, bütün state'lər, yəni biz məsələn burada bir text yaradaq və içərisində bir buton yaradaq. Gəlin bu həmin misalı burada icra edək və o da sizin üçün daha rahat olsun, daha başa düşümlü olsun ki, state'lərin məntiqini tam olaraq anlayasınız. Baxın dostlar, var, mən bir dənə count adında bir dəyişən yaradıram və həmin dəyişəni də bərabər edirəm remember, burada mutable state of-dan, içərisində də yazıram 0. Baxın dostlar, mən bunu etdikdən sonra, yəni biz burada by'dan istifadə edirdik. Həmçinin də bu qayda ilə də işimizi görə bilərik. Artıq bəs bu qayda ilə işimizi görəndə biz bunun içərisindəki dəyərə çatmaq üçün value'dan istifadə edəcəyik. Həmin value'dan istifadə etdiyimiz zaman, yəni belə bir şeydə text olsun, içərisində də qeyd olunsun text
daha yaxşı başa düşəsiniz. Yazdıram sayı 2 nöqtə və içərisində baxın dollar işarəsi. Bəzəkli mötərizəmi açıram, count value edirəm. Yəni içərisindəki dəyəri mənə göstərsin. Və ikinci olaraq da burada artıq gördüyünüz kimi baxın burada sayı 0, yəni buradakı verdiyimiz dəyər artıq ekranda görsənir. Burada bir dənə boşluq yaradıram. Yəni bir-birinə qarşılıq olmasın. Modifier ilə qeyd eləyirəm və içərisində də height'ını verək. Tutalım ki 25 dip. Yəni bu bir-birinə qarşılıq olmasın. Və bundan sonra da bir dənə buton yaradaq və içərisində onClick metodumuzu veririk. OnClick metodu içərisində yenə bəzəkli mötərizəmizi açırıq və bəzəkli mötərizə içərisində qeyd edirik ki, count value, yəni verdiyimiz o dəyəri bir vahid artır. Yəni mən bu butonu tıklayanda artıq bunun içərisindəki dəyər artsın. Burada da bir dənə qeyd eləyək ki, text adını qeyd eləyək ki, yazsın artır. Baxın, biz belə bir artıq funksiyamızı yazdıq, artıq buradakı kodumuzu qeyd etdik. Və bunu run eləyirəm və görəcək ki, artıq biz butonu tıklayanda buradakı sayımız bir vahid artacaqdır. Bunların etmə əsas iş prinsipi state'lər vasitəsilə. Yəni biz ekranda hər hansı bir dəyişiklik etdiyimiz zaman mütləq olaraq state'dən istifadə edirik. İndi isə proqramımız run olsun, daha yaxşı başa düşək. Baxın dostlar. Burada mənim artıq ekranım açıldı və burada artır düyməsini tıklayıram. Artıq burada bir vahid artır. Artır düyməsini tıklayıram, bir vahid artır. Yəni nə qədər burada artıq tıklasam, mənim buradakı vahidim artacaqdır. Yəni buradakı vahidimin artma səbəbi ondan ibarət ki, remember köhnə dəyəri yadda saxlayır və artıq bir vahid bunun üzərine bir dəfə tıklayanda yeni bir dəyəri burada mutable state'nin vasitəsilə yeni dəyəri gətirir. Və yeni dəyər də artıq düşür yenə də remember'in içərisinə. Yəni bunu yadda saxlamağına. Artır düyməsi tıklayanda artıq yenə də iş prinsipi icra olunur. Yəqin ki, bu dərsimizi tam olaraq anladınız. State'lər haqqında heç bir sualınız qalmadı. Sizlərdən bir məlumat da vermək istərdim sizlərə. İyun ayının 1-dən 10-na kimi yeni dərslərimiz start veriləcək. Android proqramlaşdırmanı daha mükəmməl, daha dəqiq, daha sərbəst öyrənmək və yaxud da ki, gələcəkdə istifadə etmək istəyən şəxslər mənimlə əlaqə keçə bilərlər. Burada mənim YouTube'da əsasən iş prinsipi odur ki, mən dərsləri daha sadə tuturam və daha belə deyək ki, qısa edirəm. Lakin kurslarda daha geniş məlumat verir. Çünki mən burada həmin məlumatları saatlarla oturub zaman ayıra bilmərəm. Əsas iş prinsipi odur ki, yeni qoşulmaq istəyən insanlar, yəni proqramlaşdırma öyrənmək istəyən insanlar bu dərslər vasitəsilə belə deyək ki, motivasiya alırlar ki, məsələn, mən bunu öyrənə bilərəm yoxsa yox. Burada artıq, yəni buradakı dərslər sadəcə onun belə deyək ki, xırda bir addımıdır ki, mən bunu sizlər üçün yəni dəstək olaraq edirəm ki, yəni ən azından müəyyən insanlar məsələn bunlar artıq burada baxıb həvəslənsinlər və yaxud da ki, yeni 16 yaş, 15 yaşında uşaqlarımız var ki, o yoldaşlar da məsələn bunları bu zamanlarını boş yerə sərf etməsinlər. Ən azından bu dərslərə baxıb öyrənsinlər, özləri gələcəkdə yeni bir layihələr, yeni bir applicationlar yazaraq yaxşı yerlərdə işləsinlər, yaxşı qazancları olsun. Bugünkü dərsimiz bu qədər. Yəqin ki, dərsi bəyəndiniz. Əgər dərsi bəyəndinizsə like etməyi unutmayın. Kommentlər yazın. Yəni dərsdə hər hansı bir bəzi yoldaşlar var, düzdür, bildirirlər ki, Vue moduldur və yaxud da retrofitdir, Elix Java'dır. Bunlar haqqında dərslərimiz olacaq. Bəli, olacaq. Bütün dərslər haqqında, bütün məzmunlar haqqında dərslərimiz olacaq. Sadəcə zaman və müəyyən vaxt məndə müəyyən problemlər olur ki, çatdıra bilmirəm. Ona görə də dərslərimizdə bəzən uzanmalar olur. Sağ olun, gələn dərs görüşənədək.